Azərbaycan Prezidenti İlham Əliyev xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Məlumata görə sənəddə deyilir, 2026-cı ildə 20-ci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSR Dövlət Mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun 120 illiyi tamam olur. Səməd Vurğun Azərbaycanın ədəbi fikir səlnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çox şaxəli fəaliyyətinin qayəsində Azərbaycançılıq amalı dayanan şair, nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdi. Onun dillər əzbərinə çevrilmiş Azərbaycan şeiri hər bir azərbaycanlının ürəyindəki vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən dərin bəşəri ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdi. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu, bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdi və bugün də gənc nəslin milli mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır. Sərəncama əsasən Mədəniyyət Nazirliyi, AMEA və aidiyyatı qurumlarla birlikdə Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla xalq şairi Səməd Vurğunun 120 illiyinə dair tədbirlər planı hazırlayacaq.